Salam hər kəsə, YouTube kanalıma xoş gəlmisiniz. Bugün çox maraqlı bir video ilə qarşınızdayım. İzləyicilərimdən biri keçən dəfə mənə məsləhət gördü ki, Temuda makyaj məhsulları sifariş edeyim və onlarla bir makyaj videosu çəkim. Əslində bu çox maraqlı bir düşüncə idi. Mən düşündüm ki, nədən olmasın. Temuda bir neçə dənə makyaj məhsullarına baxdım. Ancaq nə yalan deyim, keyfiyyətlərinin yaxşı olacağına heç inanmırdım. Ona görə də axtardım, araşdırdım və düşündüm ki, uyğun qiymətli olub, eyni zamanda da çox sevilən brendlərdən birindən məhsullar sifariş edim. Buna görə də qərara aldım ki, Shiglan məhsullarını sifariş edim. Təəssüf ki, Shiglan məhsullarını Temudan sifariş etmək olmur. Yəni Almaniyada mümkün deyil idi. Ona görə də mən də Shein'dən sifariş etdim. Və sizə indi məhsulların hamısını göstərəcəm. Bir makyaj üçün lazım olacaq bütün məhsulları sifariş etmişəm və inanarsınız, bu qədər məhsulun hamısına mən sadəcə 38 evro pul ödəmişəm. Shiglan'dan bu qədər məhsulu 38 evroya almaq məncə əladır. Ümumiyyətlə onu deyim ki, indiyə kimi məndə Shiglan'ın heç bir məhsulu olmayıb, heç bir şəkildə yoxlamamışam. Əslində özüm də düşünürdüm ki, özüm üçün alım. Belə video vəsiləsi ilə özümə də bir neçə məhsul almış oldum. İndi bir yerdə sizinlə test edək, yoxlayaq, öz fikirlərimi mütləq sizinlə bölüşəcəm. Bu arada onu da qeyd edim ki, mən vizajist deyiləm, kiməsə makyaj öyrətmirəm. Bu sadəcə mənə maraqlı gəldiyi üçün və sizinlə birlikdə test etmək üçün düşünürəm ki, maraqlı bir yoldur. Ümid edirəm ki, siz də bu videodan faydalanarsınız, baxmaqdan da zövq alarsınız. Girişi çox uzatmadan keçirik makyaja. Mənim belə bir aynam var. Mən makyaj etdikcə bunu belə əlimdə tutub baxmağa çalışacağım daha yaxından ki, necə görsənir. Daha öncədən üzümü yuyudum, tonik vurdum və dodağımı da nəmləndirdim. Ona görə üzə sadəcə primer tətbiq edəcəm və ondan sonra da birbaşa makyajı eləməyə başlayacağam. Bugün istifadə edəcəyim fırçalar, daha öncəki unpacking videosunda, əgər Temu videosuna baxmısınızsa, oradan bilirsiniz, Manja firmasına belə fırçalar sifariş etmişəm. Onları istifadə edəcəm. Funduqda çox gözəl bir hissiyat verir. Ancaq indi həm də makyaj edərkən də yoxlayacaq effekti necədir. İlkin olaraq üzümə Shiglan'dan belə bir primer var. Onu tətbiq etmək istəyirəm. Adətən, yəni primer makyajda mütləq deyil. Ancaq makyajın üzünüzə tam yaxşı oturmağını istəyirsinizsə, yəni primer mütləq üzünüzə tətbiq edin. Bu zaman daha uzun müddətli üzünüzdə qalacaq makyaj. Onu deyim ki, çox gözəl bir teksturası var. Çox asanlıqla üzdə yayılır. Bir qədər yapışqanlıq hissiyatı var hal-hazırda. Belə davam edək. İndi tonal krem tətbiq edəcəyik. Bir luxury qablaşdırmada. Məndə rəng olaraq Shell gedir. Düşünürəm ki, bu mənim üz tonuma tam da uyğun olacaq. Bir qədər mən də tonalidən bu şəkildə əlimin üzərinə tətbiq edirəm. Gördüyünüz kimi belə bir foundation brush var. Bunu istifadə etmək istəyirəm. Onu qeyd edim ki, həqiqətən də tonalini üzdə çox gözəl yayılır. Çox sulu bir teksturası yoxdur. Rəng tonu da mənim kimi düşünürəm ki, ağdərli xanımlar üçün tam da uyğundur. Makyaj videosunda o qədər tətbiq edirəm, sözünü istifadə etmişdim ki, qorxurdum ki, hər kəs məni rəylərdə buna görə linç edəcək. Çox sağ olsunlar ki, heç kim buna o qədər də fikir verməyib. Fırça ilə yaydım və üzərindən bir qədər də sponge ilə keçəcəyəm. Düşünürəm ki, tonalini tam olaraq üzümə hopdurdum. Görüntü olaraq heç də pis deyil. Burada bir neçə yerdə qızarıqlıqlar var idi. Onların da çox hissəsini örtdü. İndi davam edək. Çox səbirsizlənirəm ki, nəticə necə olacaq. Növbəti olaraq isə konsealer istifadə etmək istəyirəm. Dildə belə bir konsealer sifariş etmişəm. Məndə olan nömrə yoxdur burada, ancaq belə adı gedir, Chantilly. Bir qədər gözümün altına tətbiq edəcəyəm bu şəkildə. Sonra burada lifting effekti yaratsın deyə bir qədər belə yuxarıya doğru. Düşünürəm ki, konsealer üçün belə bir fırçadan istifadə edeyim. Ümumiyyətlə Manjanın fırçaları nəyə xoşuma gəldi? Hər birinin üstündə qeyd olunub ki, hansını hansı məqsədlə istifadə edə bilərsən. Bu çox məncə praktik bir yoldur. Çünki yeni makyaj etməyə öyrənənlər üçün xüsusilə bu çox köməkli ola bilər. Bu arada üzümdəki bu qızarıqlığın da üzərinə bir qədər vurdum və düşünürəm ki, çox yaxşı örtdü. Ümumiyyətlə effektini bəyəndim. Rəng tonunu çox yaxşı seçmişəm. Birlikdə örtücülüyü çox yaxşıdır. İndi davamında əlbəttə ki, digər məhsulları da vurduqda tam olaraq effektini göstərəcək. Qaşlarımı açıq düzəltmək istəyirəm. Bunun üçün isə belə bir fırça var. Bu fırça ilə istəyirəm qaşlarımı müəyyən qədər formaya salım. İndi qaşlarımı düzəltmək üçün xüsusi bir məhsul sifariş etmədiyim üçün düşünürəm ki, tenlə korreksiya edəcəyəm. Ona görə də belə bir ten paleti var. Buradakı rəngi seçib və bu rəngdən istifadə edəcəm. Qaşıma bir qədər tətbiq edəcəm. Beləcə qaşımı məncə çox yaxşı düzəltdim. İndi digər tərəfi ilə də bir qədər qaşımı darayıb formaya verəcəyəm. Düşünürəm ki, məncə çox da pis görsənmədi.
Və növbəti mərhələdə isə belə bir pudra sifariş etmişəm. Ümid edirəm ki, rəngini düzgün tutdura bilmişəm. Məndə olan rəngi cappuccinodur. Belə bir aplikatoru da var özünün. Gördüyünüz kimi baxın, bunu belə çıxarırsan, içərisinə hamısı töküldü. Mən manjanin belə bir fırçasından istifadə edəcəyəm. Qapağı bağlayıram və bu şəkildə ağzını əyirəm və pudranın qapağa tökülməyini istəyirəm. Fırçamı batırıb bir neçə dəfə belə artığını təmizləyib və başlarım gözümün altına tətbiq etməyə. Rəng olaraq əslində məncə pis rəng seçməmişəm. Çox açıq rəngdə deyil. Tam üzlərimə uyğundur. Concealer məsələn biraz artıq dərilərə yığışmışdı və həqiqətən də bu pudra o hissiyatı tamamilə sanki yox etdi. Həqiqətən də üzdə çox gözəl oturdu. Rəng tonunu da tam tutturmuşam həqiqətən. Mən çox bəyəndim. Növbəti mərhələ olaraq isə istəyirəm bir qədər gözümün üzərinə çox az miqdarda ten vurum. Belə bir palet almışam. Göz paleti. Həqiqətən də çox gözəl rəngləri var. Əslində burada bir qədər də concealerdən istifadə etmək istəyirəm. Çünki yeni bir trik görmüşəm. İstəyirəm o triki tətbiq edim. Concealerdən bir qədər əlimin üzərinə belə tətbiq edirəm. Ucu nazik olan belə bir fırça götürürəm. Onun üzərində belə deyim ki, 3 bucaq çəkməyə çalışıram. Ümid edirəm ki, məyus olmaram. Yaxşı bir effekt alınar. Aydın görsəm mən də düzgün desəm. Rənglərdə əslində çox qərarsızam. İstəyirəm bir zərli və bir mat tonda istifadə edim. Və tünd rəngi bu şəkildə kənarlara tətbiq edirik. İndi iki rəngi qarışdırmaq istəyirəm. Həm bu belə şampan tonlu, bir qədər də sarıya bənzər çalar belə tonların ikisindən istifadə etmək istəyirəm. Orta hissəsinə bu şəkildə tətbiq edək. Və bu bayır hissəsindən, gözün bayır hissəsinə üzərindən belə keçib yaymaq lazımdır ki, sırf belə qarışıq şəkildə qalmasın. Yalan deyim. Wow bir trik deyil. Açığı mən çox da bəyənmədim. Yəni ya nəysə səhv etdim. Böyük ehtimal ki səhv etdim. Ya da rəngləri çox udaçını seçmədim, bilmirəm ancaq ki, yəni tünd rəngdə olanda vəbşə belə gecə makiyajına doğru gedir. Ümumiyyətlə mən daha öncəki makiyaj videosunda demişəm ki, mən çox az, yəni demək olar ki, ten heç istifadə etmirəm. İstifadə etdiyimdə isə belə açıq tonlardan. Düşünürəm ki, bir qədər düzəldi. Belə indi çalışacağıq eynisini digər tərəfə də edək. Çox udaçını alınmasa da üstündən belə brushla keçim. Yəni çox tünd rəng oldu, ancaq ki ümumilikdə belə görüntü olaraq pis alınmadı. Siz necə düşünürsünüz? Bu triki siz onda tətbiq etməyin. Əgər düzgün şəkildə görmüsünüzsə, onda düzgün variantını edin. Çünki məndə çox da uğurlu alınmadı deyə düşünürəm. Ancaq siz yenə də baxın. Bəyəndinizmi, necə görsənir? Amma onu deyim ki, həqiqətən də ten paleti olaraq çox uğurludur. Gözəl rənglər var. Həmçinin də məncə parıltısı da əlimin üzərində də göstərəcəm. Həqiqətən çox gözəldir. İndi keçək növbəti mərhələyə. Növbəti mərhələ olaraq isə üz konturlaması mənim ən sevdiyim mərhələlərdən biridir. Bunun üçün isə Shiglamdan belə bir məhsul almışam. Bu oxumaq çox çətindir. Nə üçün bilmirəm, ancaq çox bulanıq şəkildə yazılıbdır. Brown Sugar'dır, səhv etmirəmsə adı. Bu iki tərəfli başlıqdadır. Bilmirəm nə üçün bir tərəfi daha incə, bir tərəfi daha qalındır. Bu qalın tərəfdən istifadə edəcəyəm. Bu şəkildə üzün bayır tərəfindən bir qədər belə nöqtələr qoyacağam. Eyni şəkildə də burada da. Sonra alında bir qədər belə nöqtələr qoyacağam. Mənə elə gəlir ki, o nazik olan yəqin ki, bunun konturlamasında istifadə olunacaq. Bir qədər belə. İndi isə bu nazikdən də bir qədər burnumun kənarını konturlamağa çalışacağım bu şəkildə. Yenə manjanin konturlama fırçasından istifadə edəcəyəm. Bu şəkildə başlarım yuxarıya doğru hamısını yaymağa. Sonra alın nahiyəsində bir qədər yayıram. Alın nahiyəsində olan konturlamanı o qədər çox sevirəm ki, belə zaqar effekti verir. Bu şəkildə. Belə düşünürəm ki, məncə yaxşı yayıldı. İndi eyni zamanda burun nahiyəsində bir qədər düzəliş edəcəyəm və konturlama mərhələsi artıq bitdi. Elə gəlir ki, bu rəng tonu bir qədər tünd oldu. Ancaq ki, ümumi olaraq da sonda tam olaraq nəticəni görəcəyik. Mərhələ olaraq isə blushdan istifadə edəcəyəm. Bu şəkildə bir blush sifariş etmişəm. Rəng tonu məndə Love Cake adlanır. Çox gözəl bir rəngi var. Bir qədər bundan belə. Bu şəkildə manjadan bir blush fırçam var və onunla belə yaymağa çalışacağım indi. Onu deyim ki, rəng tonu çox gözəldir. Pigmentasiyası da çox yüksəkdir. Bir qədər mənim üçün
Çox rozludur, amma ki düşünürəm ki, indi highlighter-da tətbiq etdikdə məncə gözəl bir rəng alınacaq. Highlighter tətbiq edəcəyim üzümə. Belə bir fırçam var və highlighter üçün isə acayip belə highlighter almadım. Düşündüm ki, belə bir palet alım və bu paletin içərisində həm highlighter var, həm blush var. Hansı blushdır bilmirəm. Çünki bronzing mənə elə gəlir ki, bu daha tündür. Yəqin ki, bu olar. Bu da blush olaraq acaba mənim üçün tünd bir rəngdir. Ona görə bu rəng istifadə etməyəcəm. Ancaq highlighterla tətbiq etmək istəyirəm. Bir baxa görək. Necə bir parıltı verəcək. Bilmirəm, siz görə bilirsinizmi? Eyni zamanda burnumun ucuna çox sevirəm mən. Bu mərhələni də bitirdik. İndi keçirik növbəti mərhələyə. Əlbəttə ki, dodaq. Və mən dodaq üçün bir ədəd belə dodaq karandaşı sifariş etmişəm. Tam olaraq rəngi bilmirəm nədir. Burada yazılıb Crayon Alevres. Bilmirəm bu tam olaraq rəng gedir yoxsa nədir bu. Və belə bir dodaq boyasıdır. Bu da Caramel Wave adlanır. Yəni indi görə ikisinin rəngini yaxşı tutturmuşam, amma mənə yaraşacaqmı? Onu deyim ki, çox tünd rəngdir. Dodaq qələmini adətən dodaq konturlarımdan bir qədər kənara çıxaraq çəkirəm. Ümumiyyətlə çox rahatlıqla çəkilir, gözəl bir rəngdir. Mən ümumiyyətlə dodaq karandaşının həmişə dodaq boyasından bir qədər tünd olmağını daha çox bəyənirəm. Dodaq konturları daha belirgin, daha gözəl görsəm, bu qədər yetərlidir. Çox gözəl bir rəngi var. Belə. Məncə çox gözəl bir lip combo alındı. Qədər deyərdim ki, rəngi bardov rəngi çalır. Bəlkə də gündəlik istifadə üçün çox da uyğun olmaya bilər. Ancaq məncə ümumi olaraq görüntüsü pis olmadı. Və beləcə makyajımızın sonuna gəldik. Mən ümumilikdə son olaraq nəticədən razı qaldım. Ümid edirəm ki, siz də bəyənərsiniz. Mənim üçün həqiqətən də çox maraqlıdır. Siz ümumiyyətlə Şiqlar məhsullarına istifadə edirsinizmi? Bəyənirsinizmi keyfiyyətlərini? Və eyni şəkildə daha necə videolar görmək istəyirsiniz? Mütləq rəydə fikirlərinizi bildirin və mən də sizin istədiyiniz videoları çox sevərək də çəkəcəyəm, əmin olun. Hər birinizə buraya qədər baxdığınız üçün çox təşəkkür edirəm. Sizləri çox sevirəm. Gələn görüşlərədək hələlik.